Bismillah, Selamun Aleyküm əziz müsəlmanlar. Demək, keçən dərsi 9-cu dərsin çalışmalarını, 3 çalışmasını elədik. Bu günlər isə Allahın izni ilə 4-cü çalışmanı edəcəyik. Deməli, mətndə deyir, daha doğrusu şərtində deyir ki, iqra, oxu, əvvəlcə sözləri verir. Deməli, kəslənu, cəv'anu, kəslənu tənbəl, cəv'anu ac, ətşənu, deməli, susuz, susayan, qadbənu, qəzəbli, məl'ənu, dolu deməkdir. Bu sözlərə fikir versək, hamısının sonu belə bir sonluqla bitir. Ənu, ənu sonluğu ilə bitir. Deməli, ənu sonluğu ilə bitən bütün sözlər məmnun minəs-sarf sözlər qrupuna aid olur. Bundan əvvəl demək, qadın adlarını keçəndə demişdik ki, qadın adları da sonu damma ilə bitir və tənvin qəbul etmir. Yəni, Fatimətu, Zeynəbu, Xadicətu, Ayşətu, Məryəmu və s. digər qadın adları damma ilə bitir və tənvin qəbul edə bilməz. Yəni, Xadicətun, Məryəmun, Ayşətun, Fatimətun və s. bu şəkildə demək olmaz. Həmən o, məmnun minəs-sarf, yəni tənvin qəbul etməyən sözlər qrupundan biri də sonu ənu ilə bitən sözlərdir. Və həmən bu sözlər o qrupa aiddir. İndi isə gəlin onlara aid nümunələrə baxaq. Ənə cəv'ənu, mən acam. Əəntə cəv'ənu, sən acsanmı? Lə, ənə ətşənu, xeyr, mən susamışam. Liməzə əl-müdərrisu qadbənul yevmə, nə üçün müəllim qəzəblidir bugün? Əl-yevmə bugün deməkdir. Ayrıca əl-yevmə olsa, əl-yevmu gün deməkdir, müəyyən bir gün. Əl-yevmə isə bugün deməkdir. Əl-kubu məl'ənu, demək, stəkan doludur. Bəli. İndi isə keçək növbəti səhifəmizə. Burada yeni sözlərdir. Əl-kəlimətul cədidə, əl-lüğatu dil, şəhirun məşhur, əl-mədinətu şəhər, ət-tayru quş, əl-yevmu gün, müəyyən bir gün nəzərdə tutulur. Kəslənu tənbəl, cəv'ənu az, ətşənu susuz, məl'ənu dolu, qadbənu qəzəbli və əl-usfuru sərçə. İndi isə 9-cu dərsin bə qisminə keçirik. Əvvəlcə mətni oxuyaq, tərcümə edək. Eynəl müdərrisu, müəllim haradadır? Huva fil fasli, o sinifdədir. Və eynəl müdərrisul cədidu, bəs yeni müəllim haradadır? Huva indəl müdiri, o müdürün yanındadır. İndə özündən sonraki sözü cər edir. Eynət talibul cədidu, yeni tələbə haradadır? Zəhəbə iləl məktəbəti, o getdi kitabxanaya. Mən zəlikər rəculu ət-təvilu, əlləzi xaracəl ənə minəl mədrəsəti. Mən bir tərcümə edir əvvəlcə, daha sonra cümləni kamil şəkildə tərcümə edirik. Mən kim, yəni kimdir? Zəlikər rəculu, o kişi, hansı kişi? Ət-təvilu, yəni uzun. O uzun kişi. Kimdir? O uzun kişi, əlləzi, hansı ki, xaracə, çıxdı, əl-ənə, indi, minəl mədrəsəti, məktəbdən. Cümləni arxadan önə doğru tərcümə etsək, bu cür alınacaqdır. Məktəbdən indi çıxdı, çıxan olur. Çıxan, məktəbdən indi çıxan o uzun kişi kimdir? Huval mudirul cədidu, o yeni müdürdür. Və mənil vələdu əs-sagiru əlləzi xaracəl ənə minəl fasli.
Və kimdir? Uşaq. Hansı uşaq? Balaca uşaq. Və kimdir balaca uşaq? Hansı ki, xaraca çıxdı, əl-ənə indi, minəl fasli sinifdən. Yəni cümləni toparlayası olsaq, sinifdən indi çıxan balaca uşaq kimdir? Huvabnul mudiril cədidi. Və yaxud da huva ibnul mudiril cədidi. O, yeni müdürün oğludur. Deməli, növbəti səhifəyə keçək. Mətnin davamıdır. Limən tilkəs səyyaratul cəmilətu. Limən kimindir deməkdir? Kimindir? O gözəl maşın. O gözəl maşın kimindir? Hiyə lil mudiril cədidi. O yeni müdüründür. Limən hədəl kitabu əl-kəbiru. Kimindir? Bu kitab, hansı kitab? Böyük kitab. Bu böyük kitab kimindir? Əhuvə lil müdərrisi. O müəllimindirmi? Lə huvə lit talibil cədidi. Xeyr, o yeni tələbənindir. Eynəl mil'aqatus sagiratu. Mil'aqa qaşıq deməkdir, sagirə kiçik. Kiçik qaşıq, balaca qaşıq haradadır? Hiyə fil kubi. O stəkanın içindədir. Eynəl kursiyyul məksuru. Sınıq kürsü, sınıq stul haradadır? Huva hunəkə. O oradadır. Bəli, 9-cu mətnin B qisminin mətnini də bitirmiş olduq. İnşallah gələn dərsdən bu dərsin çalışmalarını edərik. Səhifə 51-dən. Allah sənə aşırsın. Əssəlamu aleykum.